Bugün English File'dan növbəti dərsimiz faster. Fast cəld deməkdir, bilirsiniz. Faster buradakı e, sifətə aiddir. Fast ümumiyyətlə cəld, necə cəld sifəti bildirdiyi üçün də sifətin dərəcəsini, ikinci olan müqayisə dərəcəsini bildirir. Fast adi dərəcədir, faster müqayisə, fastest est şəkilçisi artırılanda isə artıq bu üstünlük dərəcəsi olur. Biz isə bugün müqayisə dərəcəsinə baxırıq bu mövzuda. Baxaq əs kimi deməkdir? Adi dərəcədə işlənir. Less daha az deməkdir. Zən isə dan şəkilçisi bildirir. Yəni müqayisə edir də, onun evi mənimkindən daha böyükdür məsələn. Orada zən qoyulur artıq. Zən də müqayisə dərəcəsini bildirir. Əgər zən varsa o sözdə biz ora erlə olan sifət qoymalıyıq. Bu qısa yazılan sifətlərdir. Müqayisədə üstünlükdə est artırılır. Adi dərəcədə isə olduğu kimi yazılır söz. Amma məsələn interesting sözü görürsüz, fast qısa sözdür, amma interesting uzundur. Deməli interesting sözünü biz dərəcələrdə yazanda müqayisədə uzun hecalı sözlər, yəni qısa yox, yekə söz, böyük, uzun söz gördükdə bilin ona artıq s şəkilçisi artırılmır. Əksinə əlavə söz yazılır. Müqayisədə more interesting olur, üstünlükdə most interesting olur. İndi keçək bura. We work harder. Harder çalışmaq. Deyir biz çox çalışdıq. We have less free time və bizim zamanımız, azad zamanımız az idi. Baxaq, grammar bunu dedik. Gəlin baxaq bura. Work longer, uzun iş deməkdir. Short horse, qısa saat mətnə aiddir. Sonra have more, çox daha deməkdir. Less free time, çox az vaxt deməkdir, yəni boş vaxt. Talk faster, cəld danışmaq. More slowly, slow isə yavaşdır, fastın əksi. More slowly, yavaş danış, çox yavaş. Are more relaxed, çox rahat. Less relaxed, az rahat, bir-birinin əksi. Will probably yəqin ki deməkdir. Have longer, uzun vaxt var deyir. Short lives than our problem. Parents deyir shorter, qısa yaşayırlar bizim valideynlərimiz. Zən isə müqayisə edir valideynlərimizdə. İndi burada baxırıq. Completely with as or zən. As qoymalıyıq yoxsa zən. Ona görə də biz sifətə bax belə seçəcəyik. Zən deməli we sleep less, less var. Zən qoyuruq. Sonra if we don't slow down, əgər deyir sən danışmasan yavaş, we won't live. Biz qalamayacaq as long as our parents, valideynlərimizlə. Burada göz iki yeri boş var. Burada da as long as uyğun gəlir. Çünki longun heç bir şəkilçisi, heç bir şey artırılmayıb, heç bir söz yoxdur. Deməli, bu sadə, adi dərəcədədir. Baxırıq burada nə deyir? Sentence are and then. Gəlin. Harda qaldıq? Copy deməli I am busier than a year ago. Deyir mən məşğulam keçən ildən. Life is more stressful. Deyir həyat çox stresslidir keçmişdə nisbətən. Müqayisə edir. We work harder. Çox çalışırıq. Əvvəllə müqayisədə. We walk deyir biz gəzirik and talk faster. Cəld danışır. I am not as relaxed. Deyir biz rahat deyilik. I won't live. Biz yaşamırıq. Long as uzun zamandır valideynlərimizlə. İndi bura baxaq. Look at the question. Burada səsə qulaq asmalıyıq. Bizdə səs yoxdur da. Deyir ki, why don't deyir, nə üçün o vaxtını az xərcləyir? Are you living faster? Sən necə cəld yaşayırsan? Compared to 2 years ago, do you spend? Vaxtını xərcləyirsən more or less time on these things? Çox və ya az.
Və nə üçün? Working or studying. İş üçün yoxsa oxumaq üçün. Talking on the phone. Telefonla danışmağa. Working on a computer. Kompüterdə işləməyə. Sonra sitting in traffic. Trafikdə qalmağa, yəni probkada. Seeing friends. Dostlarını görməyə. Shopping. Marketə. Cooking. Yemək pişirməyə. Eating. Yeməyə. Sleeping. Yatmağa. Do you have more or less free time than a year ago? Vardır keçən ilə müqayisədə nəyə az və ya daha çox edirsən? How do you get to work, school? Deyirsən necə edirsən məktəb və ya işdə? Do you usually arrive on time? Deyirsən çatırsan at work, school, məktəbə və yaxud işə, English class, sənin üçün ingilis dili və ya you to meet your friends, görüşürsən dostlarınla. Burada sadəcə suallar verir, yəni siz mətnə uyğun cavab verirsiniz. Qulaq asdığınız səsə uyğun, listening uyğun, which mechanism do you have which save to time? Deyirsən vaxtını necə keçirirsən? Do you watch every day? Deyirsən hər gün israf edirsən və nəyi nə israf edirsən də hər gün, yəni ki, israf etmək, boşa etmək. Burada mətni oxumadım mən burada əsas. We are living faster. Are we living better? Gəlin oxuyaq. Not long ago, people believed that in the future we would, but sadly this has not happened. Work less, have more free time and be more relaxed. Deyir ki, çox uzun deyil, insanlar inanırdı gələcəkdə iş az, boş vaxt çox olacaq və hamı qəmgin idi, heç kim xoşbəxt deyildi. Today we work harder, work longer hours and are more stressed than 10 years. Deyir ki, bugün biz çox çalışdıq, çox uzun saatlar və biz çox stres olduq. 10 ilə baxan, yəni 10 ilə nisbətən. We walk faster, biz gəzdikcə, talk faster, danışdıqca, and sleepless, bir qədər yatdıq. And also we are obsessed with making which save us time. He has less free time than our grandparents had. Baxmayaraq ki, biz çox çalışdıq, biz vaxtımızı nənə babalarımızla, valideynlərimizlə keçirdik. But what is this doing to our health? Amma bizim sağlamlığımız nədir? An American journalist James Gleick in a new book. Amerikalı jurnalist James Gleick yeni kitabında Faster, cəld, the acceleration of just about everything says that people who live in cities are suffering from science. We are always try to do more things in less time. Deyir o yeni kitabında fast cəldlik haqqında, hər şey haqqında, insanların şəhərlərində əsəbi haqqında, daha az vaxt nəsə etməyi haqqında danışır. As a result, our lives are more stressful. İnsanlar stresli yaşayır. He says that if we don't slow down, sakit danışmır, we won't live long as a parent. Valideynlərlə uzun müddət qalanmır. For most people, faster doesn't mean better. Baxaq indi bura. Birincisi deyir, no time for the news. Deyir ki, vaxt yoxdur xəbərlərə. Newspaper articles today are shorter and the headlines and are bigger. Deyir, qəzetdə, məqalədə bugün qısa və böyük. Qısa, bugünkü məqalə qısadır və böyük headlines var, yəni başlığı var. Most people don't have enough time. Deyir, kifayət qədər vaxt yoxdur to read the articles, məqalə oxumağa. They only read, yalnız oxumağa, headlines. Onlar yalnız oxuyur headlines, yəni başlıq. On TV and the radio, news speak more quickly than 10 years ago.
Radio və televizora baxır, qəzet oxuyur, daha necə deyərlər, tez-tez 10 illə müqayisədə. Yəni insanlar o qədər çalışır ki, artıq onların uzun-uzun nəsə oxumağa, nəsə etməyə vaxtları qalmır. No time for stories, hekayəyə də vaxt yoxdur, deyir, stories hekayə. In the UCL there is a book called One Minute Bedtime Stories for Children. Deyir, kitab zəng edir 1 dəqiqə yataqda uşaqlara. These are shorter version. Bu qısa versiyondur. Sizin stories'də hekayələrdə special xüsusilə written for boys internet xüsusən yazılır məşğul valideynlərə. Who want to save time. Biz istəyirik vaxt saxlasın bizdə, yəni uşaqlar üçün. Çünki onlara biz nağıl danışıb maraqlanmalıyıq onlarla. No time, no listening. Vaxt yoxdur qulaq asmağa. Some answer phones know how quick playback buttons so that we can replay people's message faster. We can't waste time listening to people speaking at normal speed. Deyir, bəzi cavablar telefonda cəld verilir, playback buttons. Sözət deyir, biz təkrar edirik, people's insanların mesajlarını fast chat, we can't waste time, boşa israf edirik, listening qulaq asırıq insanlara, itkinə. 4-də nə deyir? 4-də də deyir, no time, no relax, vaxt yoxdur, rahatlığa belə vaxt yoxdur. Even when we relax, we do everything more quickly. Deyir, nə vaxt ki biz rahat oluruq, cəld hər şey cəld olur. 10 years ago when, 10 il əvvəl, when people invent, insanlar istəyirdi to art galleries, rəssamlıq qaryasına, they spend vaxtlarını xərcləsinlər, şəkillərə baxsınlar. Today, they spend just 3 seconds. Vaxtlarını xərcləsinlər. No time for slow sports. Deyir, vaxt yoxdur idmana. In the US, the national sport baseball is not as popular before because it's slow game and must take a long time. Deyir, vaxt yoxdur. Populyar oyunlara. Nowadays, many people prefer üstünlük verir faster cəld və more dynamic sport, dinamik idmanlara, like basketbol xoşlayırlar. But more time in our cars. Deyir, bizim çoxlu maşınlar vaxtımız var. The only thing that is slower than before in the way we drive. Deyir, yalnız fikirləşirik, yavaş deməli, əvvələ nisbətən biz sürürük maşın. Our cars are faster cəld. Bizim maşınlar cəlddir. But traffic is worse, so we drive more slowly. Amma trafik probka yavaşdır. We spend more time sitting. Biz vaxtımızı xərcləyirik oturaraq. Our cars maşında. Feeling stress, hiss edirik stresli. Because we are worried that we won't arrive. Çünki biz narahatıq, vaxtında çatmarıq. On time. Experts predict that in the year's time the average speed on the road in the cities will be 70 km. Deyir ki, bizim yolumuza 17 km var. Bu növbəti dərsdə gəlin workbook-a baxaq. English file-dan. Workbook-da faster burada da qaldığımız yerdən. Deməli, burada biz qoymalıyıq. As less than-a uyğun deməli işləyəcəyik. The weather is worse. Hava deyir pisdir today than it was yesterday. Dünənə nisbətən. Deməli, sözlərə deyir ki, biz eğer s artırırıq da müqayisə üstünlük olmalı. Amma 2-3 dənə istisna söz var ki, onlara biz heç nə artırmırıq. O sözlər kökündən dəyişir müqayisə üstünlükdə. Bunlardan biri bad, worse-dir. Biri good, better, bettest-dir. Less-in özü də həmçinin. Daha sonra little-dır. İndi 2-yə baxırıq. 2-də bax to. To varsa, deməli to həmçinin bu adi dərəcədə işlənir. Ona görə slowly olduğu kimi qalacaq. Heç tərcüməyə ehtiyac yoxdur. Məsələn, baxırıq burada work harder boşluq next time. Hard nə olacaq? Harder olacaq. Çünki iş daha çox işləməlisə work harder olur. Burada artıq tərcüməyə baxırıq. Burada mən dedim ki sizə
Məsələn, stressful sözüdür. Burada biz bunu müqayisə etməliyik. Dedim ki, sizə biz stressful eləyə bilmərik. Çünki bu söz uzun hecalı sözdür. Məsələn, fast olsaydı artırırdıq. Uzun hecalısa more stressful olacaqsınız. Burada zəm var. Funny qısa söz olduğu üçün funnier olur əlbəttə ki. Burada da zəm var. Better olur. Burada da zəm var. Better. Good dedik ki kökündən dəyişir. İstisna olaraq better olur. Zen yenə more popular. Çünki popular da uzun sözdür. İndi baxaq B-yə. Burada da biz suallara deməli əslə cavab verməliyik. Aziz welcome cleaner is quits-dən burada artıq verilib is inkarında. Baxaq. David burada da speak deyirsə doesn't speak. Çünki üçüncü şəxsdir speak more quickly. İndi burada baxırıq. Z üstə is not olacaq. Çünki islə verilib. As big as deməli Portugal played betterdir. Portuqaliya oynayırdı. Greece nisbətən yaxşı. Greece does not play as good as Davina Dreis Markariflozan. Bu kamera öz-özünə atdı. Mən bilmirəm hara kimi eşitdiniz. Burada dedik ki, məsələn, inkara çeviririk də. İzlə olanlar is not oldu. Sadəcə məsələn played, drives olanlar keçmişdə did oldu. İndi də does, don't oldu. Doesn't, don't oldu. Doesn't təklərdə, don't da cəmdə. Həmçinin bu tərəfdə indi burada tərcümələrə deyirik sözlərin. Underlines is syllable and this was go əvvəl deməkdir. Future gələcək. Parents valideyn happened baş vermək. American Amerika harder çox çalışmaq. Generation generasiya maşını makine. Journalist jurnalist today bugün longer uzun sickness xəstəlik. Burada A səsləndirdi, praktik elədi, vocabulary burada baxırıq. Spend vaxtını xərcləmək deməkdir. Waste israf etmək. On üstündə bilirik. Take along o da vaxtını sərf etməyə keçirmək deməkdir. Don't have enough kifayət qədər yoxdur. Save də saxlamaq. İndi baxaq. İndi tərcüməyə uyğun sözləri qoyuruq. Burada artıq qoyulub. Don't waste time doing things you don't enjoy. Deyir ki, biz vaxtımızı nəyəsə boşa israf etməkdən zövq almırıq. The flight to New Zealand is going to time var. Time-la işlənən spend də ola bilər. Baxın, burada spend-dən əlavə take along da ola bilər. Çünki ikisi də vaxt sərf etmək mənasında keçirmək. Burada take along olacaq. To take along çünki olur. I am sorry. Məni üzr hesab edin. Burada da yenə time var. Burada da spend və ya başqa birisini. Məsələn, don't have enough. Deyir ki, I don't have enough time to see you today. Deyir, mənim kifayət qədər vaxtım yoxdur səninlə görüşməyə. İnkar eləyir də, yəni. She needs to. Deyir, mənim ehtiyacım var. Spend more time studying. Bütün gün dərs vaxtımı sərf edim oxumağa. We will save. Deyir, biz saxlamalı. Deyir, biz time if əgər magistral yoldan getsək, time if we're going on the motorway, vaxtımız çatacaqdır, yəni saxlayacaq vaxtımızı, less traffic. I hope we arrive. Mən ümid edirəm biz çatacağıq. On time. Time-la 10 işlənir də vaxtında. Olur, my dad is meeting me at the airport. Mənim atam görüşəcək mənimlə aeroportda. Bu da belə. Yox, bu hissədə var elə. This is a story. Oxu story, yəni hekayəni. And put the picture in the correct order. Və doğru şəkli seçək. The fisherman and the banker. Balıqçı ilə bankçı nasıl? Balıq burada da balıqdır. Bunlar hamısı dənizdir. Görək hansı daha çox uyğundur. An American banker was walking, gəzirdi on a beautiful beach, gözəl dənizdə. In a small Mexican village və balaca Meksikan villasında, şəhərin kəndində. He saw, o gördü fisherman in his boat, o gördü balıqçı qayıqda.
Shun eat great fish. Böyük balıqdır, he said. O dedi. How long did it take to you catch them? Deyir, mən tuta bilərəm onu. Nə vaxta? Not very long. Yox, answer. O cavab verdi. Why didn't you stay? Nə üçün sən stay? Qalmırsan at sea longer, dənizdə uzun tutmaq üçün mu? Çox. Ask the banker. Banker soruşdu. There are just enough fish. Deyir, mən kifayət qədər balığım var. My family, mənim ailəm üçün dedi. Then the American asked. American banker soruşdu. But what do you do the rest of the time? I sleep late. Mən yatıram deyir boş vaxtımda. I fish a little, balıq tuturam. I play with my kids, oynayıram. Since in the evening I go to see me. Mən görüşürəm deyir dostlarımla. Kənddə biz içirik şərab və oxuyuruq. İfa edirik gitarda. Deyir, biz məşğuluq onlara. Life is as the American interviewed him. I have an MBA from Harvard University and I can help you. Deyir ki, biz Harvard Üniversitesi və biz kömək edə bilərik sənə. You are not fishing as much as you can. Sən istəmirsən. If you start, deyirsən başlamalısan fishing for long periods of time, uzun müddət, you will get enough money. Kifayət qədər from selling the fish to buy a bigger boat. Kifayət qədərini pulunu almalısan. Then with the money you will get from catching and selling more fish. Deyirsən tutmalısan və almalısan balıq. You could buy a second boat. İkinci bot qayıqla və sən ikinci qayıqla almalısan. Sən instead of selling, sən almalısan your fish to shops, mağazalarda. You almalısan, yox, satmalısan. Selling, satmalısan. You could sell them directly to a fish factory or even open your own factory. Then you will be able to leave your little village more Mexican city. Deyirsən etməlisən bunu kəndində. Finally sonra keçməlisən New York'a. Kampanya etməlisən. Directly company. How long will that take? Asks the Mexican. Mexican soruşun neçə vaxt bitirəcəm? No, neçə ilə? About 15 to 20. Answers the bankers and then it's get more interesting. Çox maraqlıdır. American smiling and talking gülür və cəld deyir. When the moment comes to put your company qoymalısın the stock market and you will make millions. Marketdən milyonlar yəni qazanacaqsan. Millions, but sen var. Amma nə? Then you can literally live in small village by the sea, go to the beach, dəniz. Sleep late, gece yatırsan, play with your kids, oynayırsan. Belə bir maraqlı hekayə. Burada da qayıqda görünən B var. Daha sonra Y də əslində var. Belə növbəti dərs görüşərik.